Məsəfədən iş ümumi bir anlayışdır. Yəni istənilən bir kəs məsəfədən işləyə bilər. Bizim ölkə üçün ola bilsin, bəlkə də elə də çox deməli dəbdə olmayan bir məsələdir, amma xaricdə çoxdandır bu təcrübə olunur. Əlbəttə ki, bu yaxşı nəticələr verə bilər. Ümumiyyətlə kimsə hər hansı bir məsələdə ciddi bir inancı varsa o haqlıdır. Yəni o haqlı olduğuna görə də ona inanırlıdır. Sabitə düşünür ki, evdən çalışan əməkdaşlar çox rahatlıqla işdən yayına bilirlər. Siz dediyiniz şərait, məsələ, indi biz bu müzakirə edəcəyik, nələr lazımdır home office-in təmin etməsi üçün. O alətləri biz danışanda görərik ki, bu məsələlər hamısı aradan qaldırır və oradan da ideya gəlirdi ki, və bu işləri bəzi əməkdaşlar evdən də yerinə yetirə bilərlər. Stereotiplər necə ki, şirkət rəhbərlərində var, eyni zamanda o stereotiplər əməkdaşların özlərində var. Hansı ki, bunun vasitəsilə rahatlıqla home office həm vurulur, həm onun asanlığını görür, həm də əlverişli olmasını rahat dəyərləndirə bilir. Salam hörmətli yoldaşlar, hər birinizi növbəti podkastda xoş gördük. Bugünkü mövzumuz remote iş mühiti, home office modeli olacaq. Və bugün Emin bəylə birlikdə home office modelini müzakirə edəcəyik. Söz verdiyimiz kimi çalışırıq ki, müəyyən dönəmlərdə aktual mövzuları sizlərlə birlikdə bir növ müzakirəsini aparaq. Sizin də kommentlərini indi yekunda da inşallah vurğulayacağım. Gözləyirik. Həm öncəki videolarla bağlı, həm də bundan sonra hansı mövzular sizin üçün aktualdırsa onları da inşallah yazacaqsınız. Biz onları müzakirələrə çıxardacağıq. Emin bəy, xoş gördük sizi. Xoş Növbəti gördük. Salam podkastımızda. əleykum. Salam əleykum. Axşamınız xeyir. Axşamınız xeyirli olsun. Emin bəy, ümumiyyətlə elə birbaşa keçək mövzumuza. Bu home office dediyimiz remote iş mühiti bu nədir ümumiyyətlə? Bu bizneslər üçün necədir, əlçatandırmı, deyilmi? Ümumiyyətlə bunun haqqında qısa bir məlumat versəz məmnun olardıq. İlk növbədə düşünürəm ki, remote work, yəni məsafədən iş və home office-in tərifini versək, bizim izləyicilər üçün daha rahat olar. Məsafədən iş ümumi bir anlayışdır. Yəni istənilən bir kəs məsafədən işləyə bilər. Bu sərbəst bir iş qrafikini təmin edən bir mexanizmdir. Hətta tərifin dəqiq desək, texnologiyaya əsaslanan əməkdaş və şirkət arasında əməkdaşlığı təmin edən bir müasir iş modelidir. Və burada freelancerlar da bu modeldən istifadə edirlər və istənilən bir biznes segmentində, istənilən yox, yəni müəyyən bir peşələr üçün imkan yaradılır ki, ofisə gəlmədən iş prosesini yerinə yetirsinlər, tapşırıqları və sair məsələləri. Home office isə bunun tərkibinə daxil olan bir anlayışdır. Ona görə ki, remote work, yəni məsafədən iş kafedən də ola bilər. Deməli, səyahətdə olarkən sən müəyyən işlər görə bilərsən. Coworking mərkəzindən müəyyən işlər görə bilərsən. Amma bunlar həm də evdən iş görə bilərsən. Ona görə də home office artıq bu remote work-ün bir qolu olaraq deməli çıxış edir və burada söhbət əlbəttə ki, şirkətin iş modelindən söhbət gedir. Ki, o imkan yaradır ya da ki, əməkdaşla razılığa gəlir ki, evdən işi həyata keçirsinlər. Burada bir nüans var, incə bir nüans var. O da ondan ibarətdir ki, peşəkar şərait yaratmaqla. Peşəkar şərait yaratmaq deyəndə nəyə nəzərdə tutulub? Peşəkar şərait odur ki, işdə biz hansı alətləri görürüksə, ondan istifadə ediriksə, iş prosesimizə dəstək olursa, onlar mütləq şəkildə evdə də mövcud olmalıdır. Əks halda işin keyfiyyətinə təsir göstərəcək. Misal üçün,
Hı. Ayrıca bir otaq olmalıdır, misal üçün. Səs-küy olmamalıdır. İnternet kifayət qədər keyfiyyətli olmalıdır, işin gedişatına təsir göstərməsin. E, Kompüter, qulaqcıq, mikrofon, e, web kamera, bu tipli avadanlıqlar normal ofisdə istifadə olunan avadanlıqlardan da heç də geri qalmamalıdır. Yəni burada açar bir söz deyərdim ki, peşəkar şərait olmalıdır. Əks halda o əyləncəyə dönəcək və yaxudsa işin ciddiliyini biz əməkdaş hiss etməyəcək və onun verimliliyi deyirlər də HR-lar arasında verimliliyi də çox aşağı olacaq. Bu məsələlər həmişə olub, Rəşid bəy, həmişə olub. Bizim ölkə üçün ola bilsin, bəlkə də elə də çox deməli dəbdə olmayan bir məsələdir, amma xaricdə çoxdandır bu təcrübə olunur. Amma bizdə bu dəbə indi pandemiyadan sonra artıq məhdudiyyətlər var idi, işə getməklə bağlı, deməli evdən çıxmaqla bağlı və avtomatik olaraq bütün evlər bir müddət oldu home office. Və bu gedişatda çatışmamazlıqlar ki var idi home office-in məzmunu ilə bağlı davamlı sürən dönəmdə artıq insanlar home office-i o peşəkar şəraitlə təmin etməyə başladılar. Kim kamerasını dəyişdi, kim mikrofonu yaxşılaşdırdı, kim notebookuna sərmayə qoydu, kim yaxınlarından xahiş elədi ki, mən falan saatdan falan saata qədər çalışanda xahiş edirəm, asta tonla danışırız və yaxudsa pərdə çəkdi ya da ki, qapı qoydu ya da divar hördü. Hər halda hər kəs bir tədbir gördü. Yəni mən bunun şahidiyəm, ona görə deyirəm. Özüm də o yolu keçmişəm və adaptasiya dövrü başladı ki, artıq bəli, biz bir müddət belə çalışmalıyıqsa, onda həmin o bayaq qeyd etdiyim peşəkar şərait təmin olunmalıdır. Əks halda işin keyfiyyətinə biz xələl gətirə bilərdik. Və beləliklə də pandemiyadan sonra bir sıra şirkətlər artıq bunu öyrəndilər, bildilər. Necə deyirlər, dadını bildilər və bir çoxları ofislərə qayıtsa da bəziləri qayıtmaq istəmədilər. Onlardan biri elə bizim prospekt komandasıdır. Bəziləri hibrid variantları seçdilər. Misal üçün həftənin tək günləri ofisdəyik, cüt günləri evdən çalışa bilərik misal üçün. Ya da həftə sonu 2 günü, 4-5-ci gün biz evdən çalışa bilərik, ilk 3 günü ofisdə olmalıyıq. Və bu hibrid variantlar da mövcuddur. Və bizim mədəniyyətimizdə, biznes camiyyəsində, biznes mədəniyyətinə artıq remote office, yəni daha remote work, daha çoxsa home office daxil oldu. Təqribən bunun qısa tarixçəsi belədir. Təşəkkür edirəm Emin bəy. Bayaq yaxşı bir məqama toxundunuz. Hansı ki, bütün peşələr yox, müəyyən peşələr üçün bu remote work və ya home office anlayışı daha əlçatandır. İndi əlbəttə ki, düşündükdə tapmaq olar bəzi peşələri ki, hansı peşələri biz və bəzən də belə deyək də, bu hansı ki, home office və remote work ilə bağlı ənənəvi peşələr var. Məsələn, IT mütəxəssislərini biz əvvəldən də bilirdik ki, pandemiyadan öncə də müəyyən freelance olaraq çalışma meylləri var idi. Xarici bazardan və s. Axır indi pandemiya biraz tətikləyici rolda çıxış elədi Azərbaycan iş mühiti üçün. Ümumiyyətlə hansı peşə sahibləri üçün home office və ya remote work bir növ daha uğurlu alına bilər və ya hansı peşə sahibləri üçün bu o qədər də əlverişli hesab olunur? Bəli, məhz elə bu nöqtədə home office ya remote work məsələsi necə deyirlər, aktuallığını qazanır. Əgər biz dəqiq şəkildə bilsək ki, hansı peşələr daha uyğun gəlir, yəni bu haqda düşünməyə artıq biz başlayırıq. Burada açıq-aşkar görünür ki, fiziki işlə məşğul olan əməkdaşlarla, yoldaşlarla, yəni bu işi təmin etmək mümkün deyil. Bu daha çox yaradıcı işlərlə bağlı olmalıdır. Daha çox kompüterlə bağlı olan peşələrlə
əlaqəli olmalıdır ki, yəni biz axı danışdıq, texnologiyalardan istifadə edərək əməkdaş və şirkət arasında məsəvədən çalışma bir iş modelidir də. Ona görə də burada hər kəsin bildiyi peşələr var, hansı ki, zaten onsuz da pandemiyadan qabaq da onlar remote çalışırlar. Misal üçün developerlar, proqramistlər. Onlar freelance olaraq xaricdən də sifarişlər götürürlər. Yəni bu çox rahatlıqla developer, proqramistlər üçün çox əlverişli bir iş modelidir. Və yaxudsa content hazırlayan mütəxəssislər. Yəni mahiyyəti bilir, tapşırığı bilir və onun əsasında mətnlər hazırlayır. Tutaq ki, marketinqdə content manager, copywriterlar və yaxudsa dizaynerlər, qrafik dizaynerlər, UX dizaynerlər. Bunlar müəyyən bir tapşırıqlar əsasında bir neçə eskizlər hazırlayırlar və bunlar əsasən bu işlər kompüter vasitəsilə internetin üzərində görülə biləcək işlərdir. Data məlumat analistləri, yəni database analistləri, yəni bunlar müəyyən bir çıxış əldə edirlər, müəyyən məlumat bazasını, onun əsasında müəyyən hesabatlar hazırlayır. Yəni burada da ofisdə olmaq çox da belə vacib bir şərtlərdən deyil. Ümumiyyətlə o bizneslərdə harda ki telefon vasitəsilə zəng vurmaqla, internetin üzərində, chatların üzərində rəhbərliklə əməkdaş arasında bir ünsiyyət kifayət edirsə, belə deyək də, virtual assistent deyək də, bütün bu növ işlərdə remote iş, yəni məsafədən iş ya da home office əlverişli ola bilir. Əgər bütün bizim kommunikasiyamız chatın üzərində qurulubsa, mən oradan tapşırıqları sizə ötürə bilirəmsə, onunla bağlı siz mənə cavab və yaxudsa müəyyən bir axtarışlar və yaxudsa işləri görürsünüz. Misal üçün biletləri mənə sifariş edirsiniz və yaxudsa mən üçün görüşləri təyin edirsiniz. Amma mən sizi görmədən belə siz onu mənlə müəyyən şəxslər və yaxudsa müştərilər arasında bir əlaqələndirici şəxs kimi çıxış edirsə, əlbəttə ki, bu da deməli bu remote office kimi məsələlərdə content deyəndə eyni zamanda tərcümə xidməti, redaktorlar, o da elə kontentə aid olan məsələdir. Mən sizə bir data göndərirəm, məlumat göndərirəm, deyirəm bunu mənə tərcümə edin. Əlbəttə belə görürsünüz ki, bu çox elə rahatlıqla bu işləri həyata keçirmək olur. İndi biraz da dərinə getmək olar. Artıq prospektin özünün təcrübəsi ortaya çıxmış olacaq. Əgər siz müştərilərlə telefon vasitəsilə əlaqə qurursunuzsa, soyuq zənglər, telemarketinq edirsə, yəni siz virtual əlaqələrə girirsə, əlbəttə o bütün o peşələri istər B2B, istər B2C-də də rahatlıqla deməli home office formatına keçirə bilərsiniz. Müştəri onsa zəng vurulur, onunla danışılır, müəyyən görüşlər təyin edilir, onlara müəyyən məlumatlar ötürülür, onların müəyyən etirazları cavablandırılır və bunlar telefon vasitəsilə, internet vasitəsilə, sosial chatlar üzərində həyata keçirilirsə, əlbəttə ki, bu əməkdaşlar asanlıqla, rahatlıqla evdən çalışa bilərlər. Biz ümumiləşdirsək, belə söyləyə bilərikmi ki, hansı ki, kreativlik tələb edən istiqamətlər home office və remote şəkildə çalışa bilər, amma fiziki yerində müdaxilə tələb edən texniki təyinatlı işləri görən peşə sahibləri üçün bu model o qədər də əlverişli hesab olunur. Bəli, yaradıcı iş, daha doğrusu yaradıcı iş çox əlverişlidir remote office üçün. Ona görə ki, kreativlik elə yeri gəlmişkən, bəlkə də bu kobud səslənəcək müqayisə ilə. Masajistdə də lazımdır ki, masajı kreativ tərzdə həyata keçirsin. Həm də yaradıcı da ola bilər, amma biz yəni ki, anlayırıq ki, hansı məsələdən söhbət gedir. Yaradıcılığın da özünün müəyyən bir sərhədləri var. O sərhədlərdə əlbəttə ki, bu keçərlidir. Təşəkkürlər. Bəy, biz indi mövzumuz kiçik orta bizneslərdir. Biz podkastlarımızda daha çox kiçik orta bizneslərə fokuslu şəkildə danışacağıq. Onların belə problemlərini bir növ qabartmağa və həll yolları nələr araşdırıblar, tapıblar, həm öz təcrübəmiz, həm ümumiyyətlə dünya təcrübəsini
bölüşməyə çalışacağıq. Zənn edirəm ki, və bu həqiqətdir bəlkə də tam doğru olar ki, kiçik orta bizneslər hansı ki home office-ə keçə bilirlər və bu onlar üçün çox üstünlüklər gətirir. Məsələn, birini mən deyəcəm, indi inşallah ardını sizdən istəyəcəm. Bu müəyyən xərclərin azaldılmasına, bayaq siz də söylədiniz, ofis icarəsi kimi xərclərin azaldılmasına səbəb ola bilər ki, bunu başqa produktivliyə yönəlik işlərə sərf etmək olar. Başqa nə kimi üstünlüklər verir kiçik orta bizneslərə home office? Bəli, tamamilə doğrudur. Yəni biz əgər orta bir ya da böyük bir kollektivlə çalışırıqsa, hətta hibrid variant da varsa orada, bizə artıq bütün əməkdaşları bir yerə cəmləşdirmək üçün böyük bir ofislərə ehtiyac yoxdur. Biz balaca bir ofis götürə bilərik. Əsasən görüşlər, müştəri görüşləri orada keçirmək üçün kifayət eləyər və bütün əməkdaşları orada toplamaq kimi bir məsələyə ehtiyac qalmayacaq. Qənaətlərdən danışsaq, əlbəttə ki, avadanlıqlardan söhbət gedir. Yəni avadanlıq çox olmalıdır, avadanlıqlara xidmət göstərmək məsələsi var. Bəzən görürsünüz ki, ofislərdə qida məsələsi olur. O qida məsələsində qənaət etmək imkanı yaranır. Təqribi, yəni az da olsa, amma hər halda bu məsələlər öz aktuallığını saxlayır. Əgər əməkdaş çoxdursa, avadanlıq çoxdursa, qurğular çoxdursa, deməli elektrik enerjisi də burada avtomatik olaraq biz qənaət etmiş oluruq. Əməkdaşlar varsa, hərəkət varsa, dinamika varsa, deməli müəyyən zaman çərçivəsində və tezliyi daha çox olan deməli zaman çərçivəsində bir təmirlərdə ehtiyac var. Qırılır, sınır, dağılır. Onun üçün insan çox olan yerdə əlbəttə ki, bu problemlərlə biz üzləşirik. Əməkdaş varsa, dəftərxana ləvazimatları və ofisi dəstəkləyən belə bir sərfiyyat materiallarını da printer, çap, kağız, qələm, mən xırdalıqları da belə toxuna bilirəm ki, ona görə ki, axı bizi dinləyənlər böyük şirkətlər var, hansı ki, bunu xərc kimi çox da görmürlər, amma kiçik biznesdə bunlar ciddi bir məsrəf ola bilər burada. Onlar üçün əlbəttə ki, bu xərc ola bilər. Nəqliyyat vasitəsi ola bilər. Misal üçün, biz əgər müştərinin yanına getməkdənsə ona zəng vurmaq yolunu seçmişiksə, biz əməkdaşın hərəkətinin deməli, o nəqliyyat vasitəsinin çəkilən xərcləri biz orada qənaət edə bilərik. Bu da bəzi bizneslərdə daha çox aktualdır. Yəni biz qərar versək ki, artıq biz müştəriyə zəng vurmaqla virtual əlaqə qurarıqsa, biz artıq orada nəqliyyatla bağlı məsələdə kifayət ciddi xərclər əldə edə bilirik. Bu model ümumiyyətlə bizim biznes modelimizi dəyişir. Gəlmişkən bu yanaşma həm buradan bir haşiyə çıxaq. Bu ofis, home office həm də bir biznes modelinin özünə bir korreksiya etməyə bizi vadar edir. Əlbəttə ki, bu yaxşı nəticələr verə bilər. Aydın da biz qurğulardan danışdıq, avadanlıq da ola bilər, yəni mebellər ola bilər, ofis mebelləri ola bilər. Masalar, bunlar işlənir, bunların amortizasiya müddəti var, bunların istismar müddətləri var. Bunlar hamısı sözsüz ki, ciddi təsir göstərir. Ümumiyyətlə, bu qənaətlə bağlı belə bir statistika var ki, orta hesabla kiçik orta biznesdə ardakı əməkdaşların sayı 10, 15, təqribən 20 olsun, 20-30 arasında olanda il ərzində orta hesabla 30 bindən artıq, 30 bin manatdan artıq qənaət etmək mümkün olur. İcarəni, dəftərxana ləvazimatı, telefon, internet, tədbirlər, əyləncələr, xırda əyləncələrdə əməkdaşların arası bunlar tez-tez baş verir. Əgər ofisdə isə biz, amma remotda bunlar düzdür. Olmalıdır, biz özümüz də bunu edirik, amma bunların tezliyi o qədər deyil də. Yəni bunlar hamısı qənaətə səbəb olur. Bir sözlə maliyyə tərəfdən ciddi bir qənaətdir. Üzr istəmirəm bəy, mən rica edərdim ki, burada vacib bir məqam bu zaman qənaətinə və psixoloji faktorlara da siz toxunasınız. Çünki bəllidir ki, məsələn, əməkdaş işə gəlməsi üçün, əgər indi günümüzdə şəhərimizin tıxaclarını da nəzərə alsaq,
bir Əla. saat öncədən çıxmalıdır, işdən çıxanda 1-2 saata gedib evə çatacaq. Bu aqressiya yaradır, işə Əla. yansıma təsirləri var. Mən rica edirdim, bu istiqamətdə də qısa bir məlumat inşallah verərsiniz. Bəli, çox vacib bir nöqtədir. Yəni bəlkə də burada indi bəzi diləsi sözlər var, hansı ki çoxları ya vaxta düşünmürlər, ya dilə gətirmək istəmirlər, amma mən gətirəcəm bu dilə. Nəyə görə? Ona görə ki, biz maarifləndirməyə çalışırıq kiçik orta biznes sahibləri və o məsələlərə də diqqət etmələri onlar üçün faydalı ola bilər. Tıxacları nəzərə alsaq, bir əməkdaş orta statistik olaraq. İndi biz şirkətin qazancından dedik. İndi əməkdaşın da qazancından danışmalıyıq. Amma əməkdaş qazanırsa, dolayısıyla şirkət də qazanır. Şirkət qazanır, bəli. İndi birbaşa əməkdaşın qazancı və dolayısıyla şirkətin növbəti qazancları ondan ibarətdir ki, əməkdaş özü tıxaclar zamanı orta statistik göstəricilərə görə ofisə gəlməyə və ofisdən evə getməyə 1 saat plus 1 saat, 2 saat vaxt təqribən. İndi məsələdən bu 1 saat yarım da ola bilər, 2 saat da ola bilər, 3 saat da ola bilər. Bu əməkdaşın harda yaşadığından və gün hansı vaxtında o yolu qət etdiyindən asılıdır. Bu əlbəttə ki, işə gələndə artıq müəyyən bir yorğunluqlar səbəb olur. Bəziləri bir neçə nəqliyyat vasitəsini dəyişə bilərlər. Orada kimsə ayağını tapdalaya bilər və yaxudsa onu nə bilim yerini dar edə bilər. O müəyyən diskomfort şəraitdə o yolu qət edə bilər. Əlbəttə ki, artıq işə gələndə müəyyən bir stresslə və yorğunluqla gəlir və hətta sevdiyi bir şey olsa da belə müəyyən onda işə qarşı biraz soyuqluq əmələ gəlir ki, yəni mən gələndə də bu qədər müsibətləri yaşadım. Əlbəttə ki, bu böyük problem yaradır. Əməkdaş bu yolu gəlir, 2 nəqliyyat dəyişir, 2 də geri, həm də xərcdir onun üçün. Əməkdaşın digər bir xərci əlbəttə ki, eyni geyimdə bir həftə gələrsən, ikinci həftə nəsə başqa bir geyim geymək istəyirsən. Deməli, geyimləri də tez-tez dəyişməli olursan. Ələxüsusən ki, xanımlar bu məsələdə çox həssasdırlar. Hələ mən demirəm bunun makiyajı, bunun saç düzümü, bunun bijuteriya və s. kimi məsələləri xanımlarda daha məsələ acınacaqlıdır deyərdim. Bunlar hamısı əlbəttə ki, əməkdaşın həm büdcəsinə təsir göstərir, həm də əldə etdiyi əmək haqqının deməli bu xərclərə getdiyinin bir hissəsi bu xərclərə getdiyini elə bil ki, fərqində olur. Sözsüz ki, müəyyən bir narazılıqlara və başqa bir iddialara gətirib çıxada bilir. Və digərlərin demək istəmədiyi bəyalar qeyd etdim, amma mən deyəcəyim başqa bir məsələ də var ki, bilirsiniz də, biz informasiya dövründə yaşayırıq, hər gün müəyyən xəbərlərlə rastlaşırıq, bunları paylaşmaq niyyətində oluruq, həvəsində oluruq və görürsünüz ki, yolda bu xəbərləri ki, biz əldə edirik, o kifayət qədər vaxt axır. Gələn kimi biz nə edirik? Bir yarım saat fikir mübadiləsi aparırıq. Əməkdaş deyir ki, ən vacib məqamlardan biri də burasıdır. Bir, artıq ünsiyyət, əlavə ünsiyyət baş verir. İşi, deməli, işdən soyumaq, işə gec başlamaq, vaxtında işlərin yerinə yetirməməsinə səbəblər yaradır. Digər tərəfdən də konfliktlərin çoxu ofisdə sıx əməkdaş olan bir ofislərdə baş verir. Biri birinə əyri baxdı, biri birinin sözünü həzm etmədi, digərinin sözünü həzm etmədi, biri digərinin dininə, biri digərinin əqidəsinə, biri digərinin həyat tərzinə deməli doğru saymaya bilər, əyri baxa bilər ona. Bunlar hamısı əməkdaşlar arasında bir soyuqluğa səbəb olur. Komanda işinə təsir göstərə bilir. Baxmayaraq ki, əlbəttə ki, hamımız düşünürük ki, bir yerdə olmaq komanda ruhunu artırır. Amma bu nüanslar da var. Bunlardan biz qaça bilmirik. Bizim 20 ildən artıq olan bir təcrübə var və o təcrübənin içində bütün bu dediyimiz nüansları hamısını biz görmüşük. Və Prospect Cloud ERP layihəsində biz 100%-ə yaxın, deməli, home office iş modeli ilə biz çalışırıq əməkdaşlarla.
Ona göre de bu bizim komandanı daha da güçləndirir və yaxşı. Düzdür, bu təcrübə haqqında daha geniş danışacağıq. Yəni ki, Zaten sualım da var onunla bağlı. Yekunda okey, inşallah əla. mən ünvanlayacağım sizə. Bir də digər bir məsələ də bu ola bilər ki, elə siz də vurğuladınız. Bilirsiniz, indi biz home office çalışan birisi kimi deyirəm ki, evdə hər hansı bir sıxıntı olduğu zaman işə gedirsən, fikrin evdə qalır, orada necə oldu, nə cür oldu, amma evdən çalışdığın zaman yəni bir dəqiqəlik yan otağa keçib sevdiklərinin qayğısına qalıb tez dönə də bilirsən. Bu da ayrı bir motivasiya verir əslində ki, əməkdaşlar üçün. Demək, Emin bəy, bütün bunlara baxmayaraq, kiçik orta biznes sahiblərinin bəziləri hələ də bu home office-ə qarşıdırlar. Hətta nəinki home office-ə qarşı, mən deyərdim ki, bəzən bu onlayn mitinqlərə belə, onlayn görüşlərə belə, hətta başqa şirkət təklif etsə də bunu, buna belə qarşıdırlar. İlla da üzbəüz olacaq, əməkdaş ofisdə olacaq. İşləyib işləməməsi önəmli deyil ha. Gəlib orada oturması kifayətdir. Bəzən belə baxırlar məsələyə. Bunun səbəbləri nədir sizcə? Ümumiyyətlə haqlıdırlarmı bunlar o mövzuda, yoxsa haqlı olub və haqlı olmadıqları məqamlar da varmı? Ümumiyyətlə kimsə hər hansı bir məsələdə ciddi bir inancı varsa o haqlıdır. Yəni o haqlı olduğuna görə də ona inanır. Sadəcə olaraq məlumatsızlıq baxımından əlində olan o az məlumat çərçivəsində o haqlıdır. Amma biraz geniş baxanda əlbəttə ki, onun haqlı olması artıq şübhə altına düşür. Əlbəttə ki, düşünün burada da eyni qaydadır. Burada sahibkarların ya təcrübələri yoxdur, ya məlumatları yoxdur, ya da bir vərdişləri var. İndi vərdişlərə biz stereotip də deyə bilərik. Stereotipləri var. Əvvəldən qalmış bir yanaşma var ki, yəni indi onun səbəbləri də sonra biz inşallah açarıq. Evdən çalışmaq, məsələdən çalışmaq bir ciddi iş ortaya qoymaz. Yəni adam siz deyən kimi də evdəkilərin yanındadır, çayı yanındadır, suyu yanındadır, yeməyi yanındadır, əyləncəsi yanındadır. Yayınmaq üçün bütün alət və şəraitləri var. Düşünür ki, yəni o stereotip onu əsas verir ki, bunu rədd etsin ki, yox. Yəni mütləq şəkildə ofisə gəlmək lazım. Digər tərəfdən işçiləri nəzarətsiz qoymaq təhlükəli məsələdir, riskli məsələdir biznes üçün. Yəni nəzarəti də, yenə stereotipdir bu. Nəzarəti bir çox sahibkarlar, kiçik orta biznes sahibkarları nəzarəti yalnız əməkdaşı gözü ilə görəndə tam şəkildə nəzarət sayır. Əl çatanlığı olanda nəzarət var kimi bir düşüncəsi var. Məhz belə düşüncədə olandır ki, mən görürəmsə, baxıramsa, istədiyim vaxt müdaxilə edib, yaxınlaşıram, nə ilə məşğulsan kimi bu sualları verirsəmsə, deməli iş tam nəzarət altındadır. Əlbəttə ki, bunun da izahı biz inşallah verəcəyik ki, nəzarəti başqa formada da aparmaq mümkündür. Nə ki, fiziki təmas və yoxsa göz görmə məsafəsində əgər əməkdaş varsa, nəzarət sayıla bilər. Bəzi sahibkarlar, bəlkə də ən çoxu bu istiqamətdə belə düşünür. Stereotiplərin belə ən çoxu rast gələn komanda ruhu zəif olacaq. Bayaqlar siz qeyd etdiyiniz kimi komanda ruhu çox yəni sahibkarlar əlbəttə ki home office variantına onun əleyhinə çıxırlar. Digər məsələ, əslində bu məsələ ilə bütün məsələlərin fövqündədir. Nəyə görə? Ona görə ki, bunu həll etsələr, digər məsələlərdə artıq müsbət tərəfə dəyişikliklər baş verəcək. Sahibkarlar düşünürlər ki, home office-i dəstəkləyən texnoloji alətlər, proqram təminatları, sistemlər çox bahalıdır. Biz onları həm əldə etmək üçün çətinliklərimiz var. Əldə etmiş olsaq da belə, onların istifadəsində müəyyən bir çətinlikləri ola bilər. Yəni, texnologiyaya meyilli olmayan şirkətlər, elə segmentlər var ki, orada texnologiya çox məhdud şəkildə istifadə olunur. Və o yerdə sahibkarlar bu fikrə gələ bilərlər. Deyirlər ki, məsələn, bizdə
texnologiya əldə etməliyik. Bunu istifadə edən əməkdaşlar, bunları öyrətmək lazımdır və bu çox vacibdir. Stereotiplərin biri də odur ki, və artıq onu dəyişmək belə çətin olur sahibkara. Onlar elə zənn edirlər ki, onların müştəriləri mütləq şəkildə fiziki olaraq ofisə gəlməlidir. Yəni mütləq şəkildə mən əgər satış edirəmsə, əgər mən müştəri ilə müqavilə bağlayıramsa, bütün kommunikasiyalarım yalnız mənim onun fiziki deməli təmasım zamanı mümkün ola bilər. Bayaq qeyd etdiyimiz kimi təqdimatlar ola bilər, təlimlər ola bilər onlayn şəkildə. Amma bunlar əgər o stereotip var ki, yox bunlar canlı şəkildə olmalıdır. Yeri gəlmişkən buradan bir haşiyə də çıxmaq olar ki, biz təlimləri demək olar ki, əsasən onlayn şəkildə keçiririk və sahibkarları da bunu həvəsləndiririk. Amma görürsünüz, bəzi sahibkarlar deyir, yox, mütləq şəkildə gəlməlisiniz. Bizim yanımızda olmalısınız, oturmalısınız və yerində göstərməlisiniz əməkdaşların yanında. Bu, həmin o stereotipə sahib olan sahibkar eyni zamanda öz müştərilərlə bağlı eyni düşüncədədir ki, mütləq şəkildə mən təmasda olmalıyım. Digər stereotip isə yenə də alətlərlə bağlıdır. Sahibkar düşünür ki, evdən çalışan əməkdaşlar çox rahatlıqla işdən yayına bilirlər. Siz dediyiniz şərait məsələ ki, yəni mən onu görmürəmsə, deməli hardasa çay içir. Onu görmürəmsə, çox güman ki, əylənir. Mən onu görmürəmsə, bəlkə də evdə deyil, gedib hansısa bir kənarda bir işlə məşğuldur və yaxudsa evin digər məsələlər həll edir. Ona görə də indi biz o müzakirə edəcəyik nələr lazımdır home office-in təmin etməsi üçün. O alətləri biz danışanda görərik ki, bu məsələlər hamısı aradan qaldırılır. Bu Bir məsələ də öz-özlüyündə var. onda Emin bəy, üzr istəyirəm, bu komanda yoldaşı seçimi məsələsi. Yəni dolayısıyla doğru komanda yoldaşının seçilməməsi və güvənsizlik ortamının yaranmasından sizcə bu qaynaqlana bilərmi ki, o əməkdaş mütləq yanımda olmalıdır, mən onu görməliyəm. Yəni bu artıq bu komanda yoldaşı seçimi zamanı şəxsi keyfiyyətlərin biraz daha ön plana çıxarılması və xüsusi ələ alınması tələbi də yaradır. Belə başa düşdüm qeydlərinizdə. Bəli, bu alətlər ki, biz deyirik ki, hansı alətlərdən danışarıq ki, o alətlərdən biri də məsələ onboarding prosesidir. Yəni siz əməkdaşı komandaya cəlb edəndə hansı xüsusiyyətlərə malik olmalıdır, hansı psixotipə sahib olmalıdır. Yəni ümumiyyətlə hətta burada psixotip özü də kifayət qədər ciddi rol oynayır və yeri gəlmişkən stereotiplərin biri də odur ki, məsafədən əməkdaşı işə adaptasiya etmək mümkün deyil. Məhz o sistemdə stereotipdir siz deyən məsələ ki, öyrətmək, işə götürmək, onu adaptasiya etmək məsafədən qeyri-mümkündür. O haqlı sözü deyəndə, görürsünüz, bəzi sahibkarlar doğrudan da haqlıdırlar. Əgər onun yolunu bilmirlərsə, bildiyi yolla onlar haqlıdırlar. Amma bilmədiyi şeylər ki var, əlbəttə ki, onları bilsələr, onların haqlı statusu haqsız olacaq. Yəni onlar düşünəcəklər ki, yəni axı bu mümkündür də. Bəli, bu məqamda bütün demək olar komandasını onlayn şəkildə yetişdirmiş, xüsusən də bizim komandamız gənclərdən ibarətdir, frontda olan yoldaşlar özəlliklə və hamısı da Prospekt Akademiyasının məzunlarıdırlar. Artıq kifayət qədər təcrübə. Gənc dedikdə artıq o 5, 6, 7 ilə qədər təcrübəsi olan yoldaşlar var. Biz hələ də onlara gənc baxırıq və 5-6 il öncə bunlar onlayn şəkildə təlimlər alıblar. Elə bu məqamda mən istəyərdim ki, Emin bəy, Prospektin bu home office işlərlə bağlı təcrübəsindən qısa bəhs edərdiniz. Çünki demək olar ki, 99-100% biz remote və ya home office şəkildə çalışırıq komanda olaraq. Düzdür, ofisimiz var, indi hər kəsə bəllidir, daim qonaqlarımız olur, biz görüşürük mütəmadi olaraq. Ona görə biraz hibrid, bəzi yoldaşlar üçün hibrid model deyə bilərik biz buna. Ümumiyyətlə, Prospekt
bir neçə ay keçirsə, bəzi hallarda 6 aya qədər uzana bilirsə, artıq o müddət ərzində əməkdaş tamamilə home office'in rahatlığın, əlverişli olmasını artıq hiss edir. Necə ki, soruşur ki, qonşu ya da ki, tanışı işə gedəndə nə qədər vaxt sərf edir, nə edir, hansı yolu keçir, hansı əziyyətləri görür yol ərzində. O onu hiss edir. Yaxınları rahatlıqla deməli onunla kommunikasiyada, ünsiyyətdə olur. Nələri görür əməkdaş təcrübə proqramında üstünlük olaraq? Onu görür ki, deməli, mənim itirəcəyim bir şey yoxdur. Əmək haqqı təcrübə proqramında çox vaxt olmadığına görə xərcim də yoxdur. Yəni mən itirəcəyim bir şey yoxdur və hətta bəziləri, ayıqları eyni zamanda 2-3 təcrübə proqramında iştirak edə bilir evdə olduğuna görə. Ona görə də biz artıq o prosesdə adaptasiyanı həyata keçiririk. Prospektin əgər təcrübəsindən danışırıqsa və texnoloji şirkət olaraq indi biz danışarıq o haqda, yəni hansı alətlər, platformalar. Biz bütün IT alətləri bilirik ki, home office keyfiyyətli təmin etmək üçün o iş rejimini hansı alətlər lazımdır. Və biz o təcrübə proqramı zamanı həmin o alətləri də öyrədirik. O alətlər də özü bir, necə deyərlər, əməkdaş üçün bir silaha çevirir ki, hansı ki, onun vasitəsilə rahatlıqla home office həm vurulur, həm onun asanlığını görür, həm də əlverişli olmasını rahat dəyərləndirə bilir. Bizim Prospect Cloud ERP layihəsində adaptasiya dövründə və ondan sonraki deməli dönəmdə ən çox sərf etdiyimiz enerji, güc və resurs alətlərin düzgün tətbiqində və vaxtaşırı onların yenilənməsinə sərf olunur. Məhz belə olduğu halda biz istədiyimiz nəticəni əldə edə bilirik. Ümumiyyətlə, əgər sual versəz ki, bu prosesi step by step, yəni addım-addım necə tətbiq etmək lazımdır? Növbəti sualımız zaten elə o idi. Yəni bir şirkət bu strategiyanı götürmək istəsə hansı mərhələlərdən keçməlidir, hansı addımlardan keçməlidir və hansı alətlərdən istifadə etməyi bacarmalıdır? Əla, yəni bu da əlbəttə ki, qeyd etmək vacib olan məsələlərin biri odur ki, biz elə bu görüşün əvvəlində deyildik ki, biz əvvəl müəyyənləşdirməliyik hansı ixtisasları, peşələri biz home office keçirə bilərik, məsələdən çalışa bilərlər. Bu çox önəmlidir. Ona görə ki, əgər biz onları düzgün müəyyənləşdirməsək, uyğun olmayan, home office uyğun olmayan peşələrdə biz itkilərə yol vermiş olacaq və ümumiyyətlə düşünə bilərik ki, onun əsasında ümumiyyətlə bu mümkünsüz bir şeydir. Əvvəl təhlil olur, hansı ixtisasları var bizdə və onların hansılarını biz remote eləyə bilərik. Bayaq qeyd etdiyimiz o siyahı üzrə biz keçməliyik ki, o yaradıcılıq, content və sair məsələlər. İkinci addımda biz əməkdaşların özünün hazırlığını yoxlamalıyıq. Hansı əməkdaşlar psixotipinə görə bu iş modelinə daha yaxındır. Bayaq qeyd etdiyim kimi, ekstravertlər çox çətin bunu həzm edirlər. Amma böyük məmnuniyyətlə introvert yoldaşlar hansı ki bir sakit güşəyə çəkilib müəyyən bir işi kommunikasiya olmadan belə digərlərlə öz işini yüksək keyfiyyətdə icra etməyə deməli qadirdirlər. O insanlar üçün də ondan rahatdır. Növbəti addımda biz IT infrastrukturu yoxlamalıyıq. Biz baxmalıyıq ki, bizim nə alətlərimiz var, hansı ki home office texnoloji tərəfdən təmin edəcək. Alətlər deyəndə nə nəzərdə tutulub? Məsəl üçün biz tapşırıqların idarə olunması ilk növbədə. Tapşırıqlar net olmalıdır. Tapşırıqlar müəyyən bir platforma, rəqəmsal platforma tərəfindən izlənməlidir. Misal üçün Trello ola bilər, Jira ola bilər, istənilən bir task management sistemi ola bilər.
Bununla yanaşı tapşırıqlar və hədəflər rəqəmsallaşmalıdır. Yəni KPI-lər olmalıdır. KPI-lər bunun iki istiqaməti var. Biri səylərlə bağlı, bir nəticələrlə bağlı və mütləq şəkildə müəyyən bir zaman çərçivəsində deadline-larla deməli qeyd olunmalıdır. Məhz bu alətlər işin vaxtında keyfiyyətli və məsuliyyətli şəkildə icrasını təmin etməyə imkan yaradır. Pulsuz alətlər çoxdur. Trello özünün müəyyən bir limitə qədər pulsuzdur. Google Doc, Google Drive alətlər hansı ki, ümumiləşdirilmiş sənədlər vasitəsilə vaid bir mərkəzdə sənədləri görmək, paylaşmaq, qeydə aparmaq kimi alətlər. Chatlardan geniş istifadə olunur. İstər WhatsApp, istər Telegram kommunikasiya üçün. Müxtəlif proseslər üçün, müxtəlif məsələlər üçün, müxtəlif deməli təyinatlar üçün ayrı-ayrı qruplar olmalıdır ki, tez axtarıb tapmaq və yaxudsa rahatlıqla ardıcılığı izləmək üçün asanlıq yaratsın ki, biz onları ayrı eləməliyik. Yəni bir chatın içində bütün məsələləri yazmaq doğru olmazdı. Və bundan sonra adaptasiya dövrü başlayır. Adaptasiya dövrü odur ki, əməkdaşlar artıq o rejimdə çalışırlar. Biz davamlı şəkildə bu prosesi yaxşılaşdırmalıyıq. Kommunikasiya itkisi, məsuliyyətsizlik elementləri, deadline-lar üzrə sürüşmələr, yayınmalar, bunlar hamısı deməli izlənməlidir. Bu yerdə də Rəşid bəy prospektin bir know-how deyək də yeniliyi var burada. O da ondan ibarətdir ki, bizim idarəetmə sistemimizdə control management, yəni prosesləri nəzarət edən bir və yaxud bir neçə deməli mütəxəssis var ki, işlərin, axınların, KPI-ların, deadline izlənməsi. Əgər sizdə bu sistemi qurmasınız, kontrol menecmenti qurmasınız, əlbəttə ki, gecikmiş və yaxud yubanmış şəkildə hadisələrə müdaxilə etmiş olacaqsınız. Bu post faktum olacaq. Biznes sürət tələb edir, operativlik tələb edir, çeviklik tələb edir. Məhz belə kontrol menecment deməli şəxsləri vasitəsilə, o menecerlər vasitəsilə səhərdən bütün istiqamətlər üzrə göstəricilər qeydə alınır. Ölçülür, günün sonunda onlar öz əksini tapıb sənədi tapmayıb dərhal yuxarı rəhbərliyə, iyerarxiya ilə məlumatlandırılır. Təhlillər aparılır, istər səy baxımından, istər nəticə baxımından. Hətta onu da qeyd edim, əgər telesales-dirsə, telemarketinqdirsə, telefon danışıqları belə hətta ayrıca chat qrupunda dinlənilir, onlar qiymətləndirilir, yaxşılaşdırılır. Və sözsüz ki, bütün bu mexanizmi ayaqda saxlayan və daim onu aktual edən davamlı yaxşılaşdırma nəzəriyyəsi mexanizmidir. Məhz bu nöqtədə bir çox şirkətlər geriyə çəkilirlər. Yəni bunu həll etmədən geriyə çəkilir. İki məsələ, bir kontrol menecmenti, bir davamlı yaxşılaşdırma. Ona görə ki, hətta mən dediyim bundan əvvəlki bəndləri icra etsələr də mütləq şəkildə qüsurlar, problemlər, uyğunsuzluqlar ortaya çıxacaqlar və onlar bu sistem, bu məsələ, bu iş rejimi onlara tam uyğun deyil kimi bir düşüncəyə, fikirlərə gələ biləcəklər. Amma bilməlidirlər ki, bunu nəzərətə götürmək lazımdır. Bilməlidirlər ki, bunu nəzərətə götürmək lazımdır və davamlı şəkildə bunu yaxşılaşdırmaq lazımdır. İlk dəfədən, birinci gündən, ilk aylardan belə bu mükəmməl şəkildə çalışacaq deyə bir düşüncə və anlayış yoxdur. Və bu iki məsələ, son iki məsələ bu işdə məsələdən çalışmaq iş rejiminin uğur açarıdır. Bəlkə də bir çoxlarını üzrüstəm elə uğursuzluğa düşər eləyən də ilk addımdan nəsə alınacaq niyyəti ilə yola çıxıb alınmadı. Təbii olaraq ilk addımdan alınmamalıdır.
Alınmadığı təqdirdə tez dayanmaq və ənənəvi metodlara dönmək fikirləridir bəlkə də çox böyük Bəli, ehtimalla. təəssüflər olsun ki, bu belədir və tək bu home office məsələsinə aid deyil. İstənilən bir işdə insanlar ona çox asan, tez, e, qısa müddətdə buna nail olacağım düşüncəsi ilə yanaşsa, əlbəttə ki, ortaya çıxan çətinliklər onu ruhdan salacaq. O qabaqcadan bilməlidir ki, bu məsələnin tətbiqi ilə bağlı, bu işin əldə olunması ilə bağlı bir sıra maneələr çıxacaq və onun həll yolu da əlbəttə ki, davamlı yaxşılaşdırmadır. Emin bəy, təşəkkür edirəm. Çox maraqlı bir mövzudur. Xüsusən də qeyd edeyim ki, keçən biz podkastda da demişdik. Bu mövzu ilə bağlı mənə siz özünüz də məlumatlısınız ki, dəfələrlə sahibkarlardan müraciətlər gəlir ki, Rəşid bəy, bunu bizdə necə quraq? Gəlin ümumiyyətlə bizə bu istiqamətdə kiçik bir konsultasiya verin. Düzdür, bacardığımız qədər dəstək olmağa çalışırıq biz, amma indi əlbəttə ki, biz avtomatlaşma işi ilə daha çox belə deyək, aktiv şəkildə məşğul olduğumuz üçün buna çox da belə vaxtımız qalmır, amma bu elə podkast bir fürsətdir həmin yoldaşlar üçün ki, mən ona görə sizdən də rica etdim ki, biz belə bir mövzu seçək. Çünki bu suallar artıq çox gəlməyə başlayırdı və cavab vermək də kifayət qədər zaman alırdı və belə bu podkastla zənn edirəm ki, həmin o dostlarımıza, sahibkar yoldaşlarımıza bir mayak rolu bəlkə də oynayacaq. Düzdür, burada çox detallar var. İndi biz bunların hamısını 1 saatlıq, 40 dəqiqəlik podkastda sığışdırmağımız ümumiyyətlə mümkün deyil, amma ən azından ilkin addımlar nə olmalıdır? Bir özlərinin ingiliscə təbirini desə bir checklistləri olacaq ki, hansı punktlara mən diqqət etməliyəm. Təşəkkür edirəm. Çox maraqlı mövzudur və çox faydalı oldu. İnşallah indi bu videoya baxan yoldaşlar, sahibkarlar, mən rica edəcəm ki, onlar da öz rəylərini komment hissəsində bildirsinlər. Kimlər cəhd edib, alınmayıb, nə kimi səbəblər görürlər, ümumiyyətlə kimlərdə buna qarşı fikirlər var ki, bu olmaz. Və biz indi bacardığımız qədər həmin yoldaşların da suallarını, fikirlərini, həm fikirlərinə geri dönüş edəcəyik, həm də ola bilər ki, elə fikirlər var ki, o ayrıca bir podkast mövzusudur. Biz onu bir müzakirəyə çıxarda bilərik, digərləri üçün də faydalı olsun. Kommentlərinizi gözləyəcəyik inşallah. Təşəkkür edirəm yoldaşlar, izləyicilərimizə də, Emin bəy sizə də. Növbəti podkastımızın mövzusunu elan etmirəm, çünki bu biraz maraqlı və sirr olaraq qalsın. Növbəti podkastda görüşmək üzrə. Hələlik. Sağ olun. Sağ olun, sağ olun.